Hər vaxtınız xeyir, hamınızı salamlayıram. Bugün yenə ailə tariximizə aid qısa bir əhvalatı danışacağım, olmuş hadisəni. Bu əhvalatı mənə kəndimizin dəyərli ziyalılarından Rudin müəllim danışıb, Rudin Şirinoğlu, sağ olsun. O da öz böyüklərindən eşidib bu əhvalatı. Demək, 1937-ci ildə bildiyiniz kimi babam Seyid Hüseynoğlu həbs olunub. O həbs olunduqdan sonra babamın ailəsi, yəni Zəhra nənəm 4 uşağı ilə çox çətin bir həyat keçirib. Çünki babam həbs olunduqdan bir neçə il sonra əmim, böyük əmim Seyid Hüseyn rəhmətə gedib və ailənin bütün yükü nənəmin və ondan sonra da atamın, əmmimin üzərində olub. Yəni çox zəhmətlə, çox böyük əziyyətlə uşaqlarını böyüdüb nənəm. O illərdə, babam həbs olunduğu illərdə müharibə vaxtıdır, müharibənin də İkinci Dünya müharibəsinin vaxtında. Yəni burada o bir şey qeyd edeyim ki, çətinlik sadəcə maddi tərəfdən olmayıb, mənəvi cəhətdən də çətin olub. Çünki babama qol çomaq damğası vurulduğu üçün insanların bəziləri, belə deyək də, o nanəcib olanlar ailəyə qarşı açıqda olmasa da, dalda da pis münasibət bəsləyiblər. Bunlar qol çomaqların ailəsidir, bu ailə qol çomaq ailəsidir, bu və s. belə deyərək bu ailəni belə deyək, təcrid etməyə çalışıblar cəmiyyətdə. O illərdə necə olursa babamgilin damı uçur. Böyük bir qar, yəqin ki qar yağır həmin il qışda, uçur və nənəm təbii tək başına o illərdə hələ mənim ana babam, Musa babamgildə Seyidlərdən ya təzə köçüblər, ya heç köçməyiblər Alquluya. Yəni o illərdə çətin bir həyat olub, çətinlik çəkiblər. Kəndimizin demək o vaxtki kişilərindən rəhmətli Həbib kişi, Həbib baba, bir də səhv eləmirəmsə yenə Seyid Hilal və Seyid Yusuf da kömək eləyərlər və gəlirlər nənəmgilin həmin o daxmasını təmir edirlər, düzəldirlər və nənəm təbii bunlara təşəkkür edir, gedirlər və bir neçə gün sonra həmin adamları, o gəlib nənəmgilin daxmasını təmir edən adamları hökumət çağırır, onlardan izahat alır ki, siz necə olub ki, gedib qolçomağın evini təmir eləməzsiniz. Yəni onları hətta belə istintaqa çəkirlər, onları çəkirlər. Bax, belə bir zamanədə yaşayıblar onlar, belə bir zamanədə, amma belə bir ağır zamanədə belə gördüyünüz kimi Allah'a çox şükür ki, yaxşı kişilər olub, yaxşı insanlar olub. Onlar öz xeyirli, gözəl əməlləri ilə seçiliblər. Allah yaxşı əməl sahiblərinin hamısına rəhmət eləsin, yerləri behişt olsun. Rudin müəllimə də buradan can sağlığı arzulayıram. Allah uzun